Sonra gəlir Əl-Hədithus-Sani, ikinci hədis. An Aişətə radiyallahu anhə qalət. Ayşə radiyallahu anhə deyir ki, Ləqad kənə Rasulullah sallallahu aleyhi və səlləm yusalliyəl fəcr. Peyğəmbər sallallahu aleyhi və səlləm fəcr namazını qılardı. Cəmaatla, yəni fəcr namazını qıldırardı yəni. Fəyəşhədu ma'hu nisa'un minəl mu'minati mutələffi'atin bimurutihinnə. Qadınlar paltarına bürünmüş halda onunla bərabər namaz qılardılar. Thumma yarci'na ila buyutihinna ma ya'rifuhunna ahadun minal ghalasi. Onlar daha sonra namazdan sonra evlərinə qayıdardılar və hava hələ tam açılmadığına görə, qaranlıq hələ olduğuna görə onlara heç kim tanımazdı. Bu hədisdə İmam Buxari rahimehullah rivayet edib 372-ci hədisdir, Müslim rivayet edib 645-ci hədis. Burada da bir murutuhin nə deyir? Yəni o paltarlarına bürünmüş halda bir el-murut nədir? Elə bir paltardır ki, ya ipəkdən olur, ya yundan olur. Bütün bədəni belə tutur. Yəni böyük bir paltar. Bir dənə paltar. Böyük bir paltar. Onunla qadın bürünür, hər yerini örtür. Və burada əl-gələsə gəldikdə isə deyir, yəni qaranlıq olduğuna görə heç kim onları tanımazdı. Yəni sübhün işıqlanması, sübhün nuru ilə gecənin zülməti hələ qarışıq olduğuna görə, tam açıqlanmayıb, aydın olmayıb. Hələ o ala-qaranlıq olduğuna görə heç kim deyir onları tanımazdı. Bu hədisdir, ona deyir, dəlil var ki, əgər sübhün vaxtı giribsə, bu bəyan, yəni dəqiq sən bilərsənsə ki, əgər sübhün vaxtı həqiqətən artıq girib, fəcr girib, sən namaza ilk vaxtında qıla bilərsən. Bu deyir, müstəhəbdir. Bu hədisə görə Peyğəmbər sallallahu əleyhi və səlləm o sübh namazını ilk vaxtında qılmışdı. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləm o uzun-uzadı namazı qılıb qurtardıqdan sonra belə nə etmişdi? Hava tam açıqlaşmamışdı. Bu ona dəlalət edir. Ki Peyğəmbər sallallahu əleyhi və səlləm o sübhün ilk vaxtında, fəcrin ilk vaxtında qılmışdı. Və həmçinin deyir, burada ona deyir, dəlالət var ki, burada ona dəlil var ki, qadınlara müsəlmanlarla bərabər namaz qılmaq üçün məscidə gəlməklərinə əngəl olmaq olmaz. Burada problem yoxdur. Amma deyir, necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm demişdi, "La temna'u ima'allahi masacidallah." Allahın qadın qullarına Allahın məscidlərini qadağan etməyin. "Və buyutuhunna xayrun lahun." Evləri isə onlar üçün daha xeyirlidir. Bax deyir, əngəl olmayın. Qadağan etməyin. Məscidə gəlməsinə gəl, amma evləri bilsinlər ki, onlar üçün daha xeyirlidir. Yəni məsələn bir qadının evində qıldığı namazı onun üçün məsciddə qıldığı namazından daha üstündür, kişilərin əksinə. Kişilər üçün məsciddə qılınan namaz, cəmaat namazı 25, bəzi hədislərdə gəlir 27 qat daha əfsəl, düzdür? Amma qadınlar üçün əksinə, evində qıldığı daha əfsəldir. Amma buna baxmayaraq, onlar məscidə gəlmək istəsələr, onları qadağan etmək olmaz. Və həmçinin burada ona deyir, dəlil var ki, sahabə qadınlar o dərəcədə örtünərdilər ki, hətta belə bir halda belə, yəni hətta o havanın qaranlıq halında belə tam bir şəkildə örtünərdilər. Qaldı ki, gündüz vaxtda, aydınlıq vaxtda daha şiddətlə. Yəni belə bir halda da elə örtünərdilər ki, onları heç kim tanımazdı. Deməli, bu hədisdə nəyə dəlil var? Yəni, qadınlar Peyğəmbər sallallahu əleyhi və səlləmlə bərabər namaz qılardılar və sonra tez çıxıb evlərinə gedərdilər, heç kim də onları tanımazdı. Və həmçinin bu hədisdə ona dəlil var ki, Peyğəmbər sallallahu əleyhi və səlləm namazı fəcrin ilk girən vaxtında qılardı, çox vaxt. Bu da onun müstəhəb olmasına dəlalət eləyir. Və həmçinin burada ona dəlalət var ki, qadınlar əgər örtünə bilirlərsə, bir paltarla belə örtünüb namaz qıla və yaxud da ki, məscidə gedə bilərlər. Fərqli paltarlar yox, bir paltar. Burada adı keçən o paltar, bir paltardan gedir söhbət. Bir dənə paltar, sadəcə ona bürünüb qadın hər yerini örtüb. Və Uca Allahdan dilərəm bizlərə eşitib faydalardan etsin. Və bugünkü dərsimiz bu qədər qardaşlar. Subhanəkə Allahumma hamdik, əşhədü ən la ilahə illə ənt, əstəğfiruka və etûbü ileyk.